Verilişin baş sponsoru Alman brendi Bosch. Verilişin sponsoru Coca-Cola. Salam dəyərli dostlar və mənim mətbəximi hər daim izləyənlər. Yenə də evinizdə hazırlaya biləcəyiniz tez, asan və ləzzətli reseptləri paylaşmaq üçün sizinləyəm. Bugün yenə də sizə əla menü hazırlamışam. Və birinci yeməyim çörəkli, turşulu pomidor saladı. Ardıca əsas yeməyim quzu ətli, tərəvəzli haşlama. Və sonda şirniyyatımız şəftəli tortu. Hazırsanız gəlin yaxın oturun, başlayaq. Dostlar, ən sevdiyim meyvə şəftəlidən çox gözəl bir fərqli tort hazırlayacağım. Başlayıram ilk öncə korjundan. Korju üçün 6 ədəd yumurta lazımdır mənə. Yumurtanın ilk öncə bilirsiniz ki, sarısını ağdan ayırmaq lazımdır. Diqqətli bir şəkildə 6 dənə yumurtanın sarısını ayırıram ağından belə bir qabımıza. İlk öncə yumurtanın ağını çırpacağım şəkər tozu ilə. Onun üçün belə bir qab götürdüm, mikserin qabını. Ağını bura, sarısını da diqqətli bir şəkildə sarısının damcısı da düşməsin. Çünki bizə bezə lazım olacaq. Bilirsiniz ki, həm qabımız təmiz olmalıdır, yağlı olmamalıdır ki, bezə yaxşı qabarsın. Həm də yumurtanın tamamı, sarısının tamamı fərqli olmalıdır, yəni ayrılmalıdır. Bir damcısı belə düşsə, bizim bezəmiz xarab ola bilər. Onun üçün diqqətli bir şəkildə bu cür sarısını ağından ayırırıq. Sarısını ağından ayırdıq, ağı qoyuruq qabımıza. Mikserlə yaxşıca bunu başlayırıq qabartmağa. Əlbəttə ki, bir çimdik duz vuraraq. Bu arada burada 150 qram şəkər tozumuz var. 3 hissəyə yavaş-yavaş yumurta qabara-qabara bunu əlavə eləyəcəm. Bir çimdik duzumuzu vuraq və başlayaq yavaş-yavaş mikserimizi işlətməyə. Yavaş-yavaş artıq qabarır. Bir paket şəkər vanilini də əlavə edirəm içinə və sobamızı açırıq, isinsin, 180 dərəcəyə gətiririk. Bizə burada qabarana qədər biz neyniyik, boş dayanmayaq dostlar. Burada şəftəlimiz var, yəni bazarda çox gözəl, təbii şəftəli, yəni adam öz bağından toplayıb, belə bir gözəl şəftəlilərdir. Bunlar neynirik? 2 dənəsini, 3 dənəsini yaxşıca sümüklə, yəni içindəki olan sümüklə ayırırıq şəkərdeyindən və doğrayırıq. Əla, 3 dənə şəftəli tam-tamına kifayət eləyir. Bu arada bizimiz də artıq hazırdır. Çünki görürəm ki, artıq yavaş-yavaş mikserimizin qolu dönə-dönə iz buraxır gördüyünüz kimi. Bu da o deməkdir ki, artıq bezə istədiyim kimi sərtləşib və gözəl olub. Gördüyünüz kimi belə bir blender lazımdır mənə və bu doğradığım şəftəliləri göndərirəm bura. Bu arada şəftəlilərin dadına baxın. Bu şəftəlinin ətri çox gözəldir, amma şirinisi azdır. Yəni təbii olduğu üçün bir balaca şirinisi azdır. Onun üçün hər bir şey görəcəlidir. Mən bir balaca şəkər tozu əlavə eləyəcəm buna ki, şəkəri tam istədiyim dərəcəyə gəlsin, çıxsın. Amma ki, əlbəttə ki, siz əgər istifadə elədiyiniz şəftəli çox şirinsə, şəkər tozu
istifadə eləməyə ehtiyac yoxdur. 150 qram istifadə elədim bizəyə. Burada da 50 qram şəkər tozumuz var. Bunu da əlavə edirəm şəftəlinin üzərinə və mikserlə yaxşıca bunları qarışdırırıq. Min wattlıq gücə malik olan Bosch Maximix əl blenderi sürüşməyi, yumuşaq tutacağı və ergonomik dizaynı ilə birlikdə maksimum sürət, rahatlıq və təhlükəsizlik təqdim edir. Mükəmməl qarışım üçün nəzərdə tutulan 12 sürət parametri və turbo funksiyası sayəsində ən bərk məhsulları belə rahatlıqla üyüdüb həll etmək onun üçün olduqca asan işdir. Sizə isə mətbəxdə bir nömrəli köməkçinizin işindən və hazırladığınız təamlardan zövq almaq qalır. Bosch blenderlarını elə indi boschhome.com saytına keçid edərək və ya rəsmi distributorlardan da əldə edə bilərsiniz. Həyatı Bosch kimi yaşa. O 6 ədəd yumurtanı, bir balaca şəkər tozunu, aşağı yuxarı bir 40 qram. Yaxşıca qarışdırırıq. Tam istədiyim kimi oldu. Çox az bitki yağı, aşağı yuxarı bir 2 yemək qaşığı kifayət eləyəcək. Əlavə eləyirik və yenə də qarışdırırıq. Tam da bu məqamda blenderdən keçirdiyimiz şəkər tozu ilə şəftəlini də bura əlavə edirik və yaxşıca mikserlə qarışdırırıq. Əla, sıra gəldi çatdı. Təxmin etdiyiniz kimi quru ərzaqları bura əlavə eləməyə. Bu da ki 250 qram unumuzdur və 1 paket qabartma tozumuzdur. İkisini birlikdə qarışdırdım və ələkdən keçirərək bunları əlavə edirik bu ərzaqların içinə. 250 qram unumuz və 1 paket qabartma tozu. Hər zaman vurğulayıram ki, əgər ki gözəl korj əldə eləmək istəyirsiniz, gözəl piroq əldə eləmək istəyirsiniz, ilk öncə yumurtanın sarısı ilə şəkər tozunu və yaxud da yumurtanın ağını da istifadə edəcəksinizsə, bunları yaxşıca qabartmaq lazımdır. Görürsünüz, yəni bunlar artıqlardır, yəni bunlara ehtiyac yoxdur. Və spatula vasitəsilə yaxşıca bunları qarışdırırıq. Ərzaqları bir-birinə qarışdırdıq, yaxşıca. Sıra gəldi çatdı. Bu bezini də bununla qarışdırmağa. Əla, tam istədiyim kimi oldu. Biraz zaman da keçdi, gluten də öz işini gördü. Yəni un da artıq içində şişdi. Bunu qoyuram kənara və belə bir qab hazırlamışdım. Bu qabın içinə bütün bu qarışımı doldururuq və göndəririk sobaya. Bu arada bu korju bişirdikdən sonra bir balaca yatacaq, çox yatmayacaq, biraz yatacaq. O da sizi qorxuzmasın. Yəni bu normaldır. Amma görünüşü, dadı dəhşətdir. Qeyd etdiyim kimi, əgər şəftəli çox şirindirsə, şəkər tozu əlavə eləməyə ehtiyac yoxdur. Amma ki, əgər mənim götürdüyüm, aldığım şəftəli bir balaca şirini azdır, amma ləzzətli və ətri çox gözəldir. Bilirsiniz ki, ümumiyyətlə, bağ şəftəlisi, yəni orqanik, gözəl şəftəli bu cür olur. Yəni çox şirin olmaz, amma dadı, ətri inanılmaz gözəldir. Hətta qoxusu belə gəlir. Və göndərək bu gözəlliyi 180 dərəcə isinmiş sobaya aşağı yuxarı bir 45 dəqiqəlik. Bu arada yenə də qeyd etmək istəyirəm ki, soba sadəcə olaraq altı üstü yanır, konveksiyası yoxdur. Yəni konveksiyanı yandırmamışam ki, korjumuz yaxşıca qalxmağa macal tapsın. Keykimiz, yəni korjumuz bişənə qədər biz boş dayanmayaq əlbəttə ki, ən uzun sürən yeməyimizi bişirməyə başlayaq. Bu da haşlamadır. Haşlama üçün qazanımızı götürdük, belə bir qazan götürdüm.
və belə bir quzu əti götürdüm, iri-iri doğranmış. Quzu qolundan xüsusən də istifadə edəcəm. Bunu əlavə edirəm. Qazanımıza görürsünüz, parçalar əməlli başlı iri parçalardır. Hələ bunları birbaşa göndərirəm qazana. Hələ adı üstündə haşlama və bol su doldururuq buna ta ətin üzərinə gələcək şəkildə. Daha sonra qoyacağıq, yavaş-yavaş qaynasın. Ətin üzərinə gələcək şəkildə suyu doldurdum, gördüyünüz kimi və xüsusən də bu nəyə lazımdır? Yəni çox doldurmuram. Yəni qazan da xüsusən də tutumlu bir qazan seçdim və tam-tamına ətimiz bura yerləşsin. Ocağımızın altını açırıq. Ətimiz burada yavaş-yavaş qaynaya-qaynaya biz bunun kəfini yığacağıq. Əlbəttə ki, uzun sürəcək, daha sonra tərəvəzlərini əlavə edəcək. Amma indi neyniyək? Korjun jilesini hazırlayaq. Yəni korjun dediyim tortun jilesini hazırlayaq. Bunun üçün də belə bir qazan götürmüşəm. Bunu qoyuram yanıma və belə bir jelatin var dostlar. Yəni burada 10 yarpaq jelatin var. Yəni bu 10 yarpaq jelatindən gözəl bir jile düzəldəcəm. Amma ilk öncə nə edirik? Belə bir konsentrat şəftəli suyu var. Bunu əlavə edirəm qabıma və yenə də burada hər bir şey görəcəli şəkildədir. Əgər ki, şəftəli suyunuz çox şirin deyilsə, bir balaca şirini əlavə edə bilərsiniz. Ki, mənim götürdüyüm şəftəli suyu o qədər şirin deyil. Bir balaca şəkər də əlavə edəcəm. Bunun altını açıram. Şəftəli suyumuz burada yavaş-yavaş qaynasın. Bu arada ağlınızda soru işarəsi qaldısa, bu nə suyudur? Yəni bildiyiniz paketdə olan şəftəli suyu. Mən istəyirəm ki, mənim tortum buram-buram şəftəli qoxusu və dadı gəlsin və əlbəttə ki, bu şəftəli suyundan istifadə edirəm. Yenə də görəcəli bir şəkildə. Əgər şəkəri azdırsa, özünün şəkəri əlavə edib dadına baxaraq, yəni öz sevdiyinizə görə, zövqünüzə görə bunu artdıra bilərsiniz. Bu arada jelatinləri bu cür qırırıq. Biraz su əlavə edirik bu jelatina, çox az. Bu qədər. Və bunu biraz mikrodalğalı sobada aşağı-yuxarı bir 30 saniyəlik isidirik. saniyə tam-tamına kifayət eləyəcək. Orada isinənə qədər yenə də qeyd eləmək istəyirəm ki, bütün tort satılan, yəni tort hazırlanan peşəkar yerlərdə bu jelatini tapa bilərsiniz. Əgər ki, tapa bilməsəz, yəni ona uyğun, bilirsiniz ki, jelatindən satılır, toz jelatin, yəni ondan da istifadə edə bilərsiniz. Amma orada əlbəttə ki, yəni neçə paket 1 litrə suya, ona artıq qabın üzərində yazılır, orada görə bilərsiniz. Artıq 30 saniyə aşağı-yuxarı yaxınlaşdı. Mən bunu buradan çıxardıram. Suyumuz da isindi. Və bunu yaxşıca görürsünüz bu cür suda əlimizlə bastıraraq ısladırıq. Suyumuz biraz isinib, tam istədiyim kimi olub. Və bunlar burada artıq hazırlanana qədər mən buranı təmizləyim. İstəyirəm ki, dənə şəftəli də içində olsun əlbəttə ki. Və şəftəli, 3-4 dənə şəftəli doğrayıram xırda-xırda kub və yenə də qaynar qabımızın içinə əlavə eləyəcəm. Artıq görürsünüz bu cür bir jelatin əldə elədik və bu jelatini sıxırıq və əlavə edirik bizim ocaqda olan şəftəli suyuna. Mən istəyirəm ki, jelatin biraz sərt olsun. Yəni tortda özünü tutsun. Onun üçün 10 yarpaq götürdüm ki, 10 yarpaq bunu əməlli başlı istədiyim kıvama gətirəcək. Gördüyünüz kimi jelatini də əlavə elədim. Altını bağlayıram və yaxşıca bu cür çırpıcı ilə qarışdırıram. Əslində 50-60 dərəcə tam olaraq yetərlidir. Çünki bu jelatin, yəni yarpaq jelatin 50-60 dərəcədə artıq əriməyə başlayıb. Yəni bunu qaynara salmağa ehtiyac yoxdur. Tam istədiyim dərəcəyə gəldi, çıxdı. Bunu yaxşıca qarışdıra-qarışdıra içində əridirik. Biraz alaq yanımıza ki, burada biraz soyusun. Qarışdıra-qarışdıra. Yenə də bilməyənlər üçün deyim ki, yəni jelatinin burada əslində rolu, yəni ara qat olacaq və özünü yaxşıca tutacaq əlbəttə ki orada. Və kim bilmirsə əgər 1 litrə şəftəli suyuna 10 yarpaq jelatin götürdüm ki, tam-tamına istədiyim kimi sərtləşsin. Yaxşıca əritdim içində, əlavə elədim. İndi də sıra gəldi çatdı.
meyvələri bura əlavə eləməyə ki, daha çox şəftəli dadı və ətri gəlsin. Əla, tam istədiyim kimi soyudu, daha da yaxşı özünü tutsun deyə göndərirəm soyuducuya. Bütün şeflərin vacib qaydalarından biri həmişə əvvəlcə soyuducunu yoxlayındır. Bu qayda bitmiş və ya korlanmış məhsulları vaxtında təyin etmək üçün tələb olunur. Boş soyuducuları ilə meyvə və tərəvəzləriniz öz faydalı xüsusiyyətlərini 2 dəfə daha uzun müddət qoruyub saxlayacaq. İndi təzə meyvə və ya tərəvəz ehtiyaclarınız olduğu zaman təravətli ingredient əlinizin altında olacaq. Soyuducunun olduqca tutumlu və geniş olması isə sizə daha böyük saxlama sahəsi təqdim edir. Boş soyuducularını elə indi boşhome.com saytına keçərək və ya rəsmi distributorlardan da əldə edə bilərsiniz. Həyatı boş kimi yaşa. Jilemizi də göndərdik soyuducuya, orada özünü tutsun. Bu arada korjumuz da artıq hazırdır. Mən krem hazırlayacağım, amma indi baxa görə korjumuz nə vəziyyətdədir, tam istədiyim kimi pişməlidir. Vay, gözəlliyə bax. İkinci əlcəyimizi də götürək. Və bu gözəlliyi, bu bir balaca əlbəttə ki qabarıb, amma biraz yatacaq, bu sizi qorxuzmasın. Birbaşa çıxartdım bunu, qoydum yanıma ki burada yavaş-yavaş soyusun, ta ki mən kremi hazırlayana qədər. Krem üçün də burada 200 mg krem qaymaq var, 100 qram şəkər pudra var, 1 paket vanilin və 250-300 qrama yaxın mascarpone pendiri və yaxud da onun əvəzinə adicə ağ pendir, yəni dadsız, ləzzətsiz ağ pendir var, bilirsiniz ki, fərqli firmalardan, yəni kremçiz deyirlər ona, ondan da istifadə edə bilərsiniz. İlk öncə nə edirik? Əlbəttə ki, biraz vanilin bura əlavə edirəm, 1 paket və yavaş-yavaş qaymağı qabardıram. Əlbəttə ki, bu sıçramasın, çünki pudra şəkər də əlavə eləyəcəyik. Belə bir üsuldan istifadə eləyək. Dostlar, bu cür. Görürsünüz, çox gözəl qabardı. Bu arada 100 qram pudra şəkəri də bura əlavə eləyirik. Mikserlə ilk öncə belə bir qarışdıraq ki, şəkər pudrası bilirsiniz ki, uça bilən maddədir, uça bilən ərzaqdır. Mətbəximizi toz bürüməsin. Əla, tam da bu məqamda pendirimizi də qarışdırırıq. Bunun üçün də belə bir bıçaq götürüm ki, tamına bura əlavə edib yaxşıca mikserlə bütün ərzaqları qarışdırırıq. Bir 5 dəqiqədə bu kremimizi qarışdırdıq. Kremimiz artıq hazırdır. Yenə də şəftəli götürürük. 4 dənə kifayət eləyəcək. Hətta 5 dənə eləyək ki, bol olsun şəftəlinin dadı. Bunları yaxşıca yenə doğrayırıq, xırda kub. Bu arada ətimiz də artıq yavaş-yavaş qaynamağa başlayıb. Bunun kəfini yığmağın tam vaxtıdır. Bunun altını biraz azaldım və buradakı köpüyünü yığım. Tam da buna görə əti qaynadıram ki, mənə tam şəffaf, gözəl bir bulyon lazımdır. Biz də başladığımız işi artıq yavaş-yavaş bitirək. Deyirəm, tort biraz uzun sürdü, amma inanın mənə ki, dadı buna dəyər. Hər daim vurğuladığım kimi siz də ailənizlə, sevdiklərinizlə, xüsusən də uşaqlarınızla mətbəxə girin, yəni xüsusən də belə şirniyyatlarda bəzi işləri onlara gördürün. Əlbəttə ki, özlərini yaralamasınlar. Krem hazırlasınlar, belə biskvit hazırlasınlar ki, bizim artıq
övladlarımız əlbəttə ki, bizi takip edənlər görürlər, böyükdür. Xüsusən də qızım mətbəxi çox sevir və fərqli şirniyyatlar hazırlayır. Xüsusən də mənə daddırmağı çox sevir. Yəni mən də görürəm ki, bəyənməyimi gözləyir. Əlbəttə ki, mən də bəyənirəm və o qədər sevincli və mutlu olur ki, inandıramam sizi. Onun üçün siz də evladlarınızı bu cür sevindirin. Həqiqətən bambaşqa bir şeydir. Əlbəttə ki, bilirsiniz, yəni məni takip edənlər bilir. Ramina Rumaysa. Rumaysa biraz balaca da o da mətbəxi sevir. Amma ikisini də buradan qucaqlayıram, öpürəm. Bağrıma basıram. Allah bütün balaları qorusun. Yəni qız bambaşqa bir şeydir. Əlbəttə ki, oğlan da başqadır, amma qız hər zaman deyirlər bizdə qız atanındır. Həqiqətən elədir. Min yaşa oğlar diyarı Azərbaycanı. Və bunları da birbaşa əlavə edirəm hazırladığımız kremin içinə. Ki şəftəli də yavaş-yavaş öz suyunu, dadını ora buraxsın. Ta ki bizim korjumuz soyuyana qədər. Və jelemiz özünü tutana qədər, əlbəttə ki, soyuducuya qoyduğumuz jeli. Biz də buna qədər ətlə məşğul olarıq. Daha sonra tortumuzu toplamağa başlayarıq. Əla bir qaşıq vasitəsilə bunu yaxşıca qarışdıraq. Belə bir qaşıq götürək və meyvə ilə hazırladığımız kremi yaxşıca qarışdırırıq. Sən ünvanım, sən mənim varlığım, ürəyim, canım. Kremimiz də hazır. Bunu göndərirəm. Soyuducu orada da özünü tutsun, biraz soyusun. Bu arada baxaq görək jelemiz nə vəziyyətdədir. Jele yavaş-yavaş soyuyur. Bir burumunu qarışdırıram. Bu şəkil. Bir buru qarışdırdıq ki, bu önəmlidir. Hər bir tərəfə bilirsiniz ki, soyuq düzgün bir şəkildə yayılmır. Onun üçün qarışdırmaq lazımdır ki, soyuq hər bir tərəfə düzgün bir şəkildə yayılsın. Bu arada biskvitimizi artıq yavaş-yavaş aça bilərik. Yadıma düşdün, hərənin baxdığına, bir gözəl düşər. Əla, biskvitimiz də hazırdır. Tam istədiyim kimi oldu. Bunu nə edirik? Bunu bu şəkildə göndəririk və kağızından diqqətli bir şəkildə ayırırıq. Bu arada kağız və qəlib bizə lazımdır. Bunları saxlayırıq yanımızda. Eyni qaydada olduğu kimi bağlayırıq. Bu burada dursun, öz növbəsini gözləsin. Biz də yavaş-yavaş biskvitimizi kəsək. Bu cür tamına ortasından çalışıram. Kəsim. Döndərə-döndərə diqqətli bir şəkildə. İndi isə kəsdiyim yerdən bu cür biskviti ayırdım. İndi nə edirik? Qəlibi gətiririk. Bir hissəsini yerləşdiririk bura. Az öncə qeyd etdiyim kimi ki, bu hissə mənə lazımdır. Və belə bir şəftəli suyumuz var. Yəni o konsentratdan qalan bir su. Bunu da bu cür keksimiz biraz sulu olsun deyə bu şəkildə üzərinə gəzdiririk. Yəni yarım stəkan tamına kifayət eləyir. Əgər ki, əlbəttə ki, bir balaca sulu propitka sevirsinizsə. Əla. Bu belə. İndi yavaşdan artıq həm jelemizi, həm kremimizi soyuducudan almağın vaxtı gəldi, çatdı. Sizə göstərmək istəyirəm ki, yavaş-yavaş görürsünüz. Tam istədiyim kimi olur. Onun üçün qarışdırdım ki, yəni yavaşdan jeli halına gəlir. Bunu nə edirik? Birbaşa tortumuza bu şəkildə hər tərəfinə gələcək şəkildə yayırıq. Sən də təkcə mənim adıma düşdün, nazəndə sevgilim yadıma düşdün. İndi ikinci hissəni də bura əlavə edirik bu şəkildə. Biraz sıxışdırım. Bu cür. İndi əslində bunu sonda da eləyə bilərsiniz. Mən biraz ortasına əlavə eləyim ki, həm tortumuzun üzərində kremli gözəl gözüksün, həm də ki, soyuducuya qoyduğunda yaxşıca özünü tutsun. Daha sonra qəlibdən çıxartdığımız zaman ətrafına da eləyə bilərsiniz. Amma məncə üstdən
Bol-bol krem kifayət eləyəcək. Kremimizin artığı da qaldı gördüyünüz kimi. Bunu mən göndərirəm soyuducuya. Yəni bu kremi qeyd etdiyim kimi kənarlardan da eləyə bilərsiniz. Sadəcə olur üstdən bol krem də eləyə bilərsiniz. Mən bu gözəlliyi hələlik göndərirəm soyuducuya ki 1-2 saat da orada özünü tutsun, şişeli dağılmasın. Daha sonra yavaş-yavaş əsas yeməyimizi hazırlayaq. Nazende sevgilim yadıma düştü. Tortumuz hazır. Sıra gəldi çatdı qeyd etdiyim kimi əsas yeməyi bitirməyə. Yavaş-yavaş burada quzu ətimiz də artıq görürsünüz. Altını bağladım. Bunu çəkirəm yanıma, biraz burada dursun. Çox şəffaf, gözəl bir bulyon əldə elədim. İndi əsas odur ki, biraz da bunun artıq kəflərini yığaq. Baxa görə artıq heç nə çıxmasın. Əslində çox az kəfi çıxdı. Və nə edirik buna? Yavaş-yavaş ləzzətləndirməyə başlayaq. Bunun üçün də 2-3 diş sarımsaq. Haşlama bilirsiniz ki, sarımsaq soğansız olmaz. Onun üçün sarımsaqlar da bu şəkildə ortadan kəsib birbaşa göndərirəm suyumuza. Və ilk öncə nə edirik? Biraz uzun bişən tərəvəzləri göndəririk haşlamamıza. Bunun üçün də 3 ədəd kök istifadə edəcəm. Bütün ərzaqlar əlbəttə ki, yəni biraz daha iri doğranır. Və burada görürsünüz belə bir zirincimiz var. Zirincimi də göndərirəm. Buradakı yavaş-yavaş həm bulyonu bir balaca belə deyim də o quzunun ağır qoxusunu alsın, ləzzətli eləsin və bir balaca turş məzəli eləsin. Kökü də bu şəkildə təmizləmişdik və bu cür iri-iri parçalara bölürük. Və bunları da göndəririk birbaşa quzu ətinin yanına. Mən suyunu çox eləmədim ki, quzu ətinin qoxusu, dadı gəlsin. Əlbəttə ki, tərəvəzlər də bişəndə suyu çəkilsin. Tam belə istədiyim kimi su, tərəvəz və əlbəttə ki, quzu əti. Bu cür görürsünüz, iri-iri doğramışam. Kökü bir balaca böyük. Bunları da göndərirəm ki, kök biraz digər ərzaqlara görə daha uzun pişir. Əslində belə deyim də, bu yemək bağ yerində, yəni belə deyim də, manqalın üstündə bişəcək bir yeməkdir həqiqətən. Çünki həm manqalın qoxusu, həm də ki, belə deyim də, bu yeməklə əlləşmirsiniz. Sadəcə olaraq əti atdınız, ət bişdi, kəfini yığdınız, tərəvəzləri atdınız, tərəvəzlər də bişdi. Ondan sonra göyərtisini vurursunuz, ədviyyatlarını vurursunuz və bismillah yeməyə. Onun üçün çox asan bir yeməkdir və eyni zamanda da hər mövsümə çox ləzzətli bir yeməkdir, xüsusən də isti zamanlarda. Qeyd etdiyim kimi, yəni bağ eviniz varsa, yoxdursa Allah qismət eləsin hər bir kəsə. Yəni belə bir manqalın yanında belə bir yeməyi hazırlamaq inşallah. Görürsünüz necə böyük-böyük doğrayıram dostlar. Yəni bu da çox önəmlidir bizim haşlamamızda. Həm gözəl görünüşlü olacaq, həm də çox ləzzətli olacaq. Yəni bilirsiniz ki, fərqli-fərqli reseptlər var haşlama bişirmənin hər bölgəyə görə. Hər Azərbaycanın yörəsinə görə dəyişir və bugün biz mən sevdiyim üslubda fərqli bir buğlama və haşlama hazırlayıram. Yəni buğlama da deyə bilərsiniz, haşlama da deyə bilərsiniz. Bu tam olaraq sizin istədiyinizə bağlıdır. Əslində buğlama da, haşlama da eyni şeydir. Yəni öz buğunda, öz suyunda bişən bir yeməkdir. Yəni buğlama ilə fərqi nədir? Buğlamaya biz çox su əlavə eləmirik. Sadəcə olaraq tərəvəzlər, ət öz suyunu özü buraxır. Yəni bilirsiniz ki, buğlamaya ən maksimum vurduğumuz su bir armudu stəkandır. Öz suyunu ət buraxır və bütün bu ərzaqlar və ət birlikdə qapağın altında bişir. Amma burada biz biraz fərqli üslub istifadə edərək ilk öncə əti qaynatdıq suda yaxşıca. İndi bütün bu tərəvəzləri də ətin yanına göndəririk. Qeyd etdiyim kimi, mən soğanı çox sevirəm. Əgər ki, siz çox sevmirsinizsə, xüsusən də bilirəm ki, bəzi insanlar var, hansı ki, suda bişən soğanı heç sevmir. Onun üçün soğanı az eləyə bilərsiniz və yaxud da qovurub da içinə vura bilərsiniz. Amma mənim tövsiyəm bu cür eləməyiniz. Çünki niyə? Bu cür elədiyiniz zaman, yəni soğan həm o quzunun ağır qoxusunu alacaq, həm də ki, öz ləzzətini suya buraxacaq. Bunu bir burun bu şəkildə qatışdırıram ki, soğanla kartof, kök yaxşıca suya düşsün. Əla.
Gözləyirik. Biraz qaynasın və biz tam da bu əsnada biraz kəkyotu da əlavə eləyək. Hələ gördüyünüz kimi duz əlavə etməmişəm. Biraz kəkyotu quzuya çox yaraşar. 4-5 kimlik kifayət eləyəcək. Biraz sarı kök. Aşağı yuxarı bir çay qaşığı. Həm faydalıdır, həm də bizim suyumuzun rəngini gözəl eləyəcək. Altını açıram yenə də, yavaş-yavaş bişsin. Mən də bu bişənə qədər artıq biberləri hazırlayayım. İki ədəd yaşıl biber, 2 ədəd də qırmızı biber tam olaraq yetərli olacaq. Mən acılığı belə bir biberlə verəcəm. Bir dənə də belə bir yaşıl biber götürdüm, hansı ki acıdır. Bunu da təmizləyəcəm və əlavə edəcəm yeməyimizə. Ki bu biber çox acıdır, yəni bütün yeməyimə tam-tamına bu bir dənə biber yetərli olacaq. Görürsünüz, yəni həqiqətən çox asan, keyifli bir yeməkdir. Bu cür biberləri yenə də iri-iri doğrayıram. Digər ərzaqları doğradığım kimi. İndi sıra gəldi çatdı ədviyyata. Burada da mənim qarışıq biberlər var. Hansı ki bizim haşlamaya çox gözəl bir dad verəcək. Bundan da biraz aşağı yuxarı bir 6-7 dənə qara biber, rəngli biber əlavə eləyirəm. Və tam da bu yerdə duzun vaxtıdır. Duzu da əlavə eləyeyim. Ən son bunun altını bağlayanda pomidor əlavə eləyəcəm. Amma indi əgər ki siz göyərtilərdən sevirsinizsə, mən sadəcə olaraq cəfəri ilə keşniş istifadə edəcəm. Xüsusən də burada bir dəstə cəfəri var, bir dəstə keşniş var. Yəni biraz keşnişdən götürüm, biraz cəfəridən, yəni əlavə eləyəcəyim qədər. Və bunun alt hissələri çox ləzzətli olur. Yəni bu dib hissələri çox ləzzətli olur. Bunları ilk başda əlavə edəcəm ki, bunlar həm ləzzətlidir, həm də bir balaca sərtdir. Ki, yeməklə birlikdə bişib öz ləzzətini buraxsın. Geri qalan göyərtini isə yeməyin sonunda əlavə edəcəm. Hər könül coşur önündə bir dəniz kimi. Ağ günlər gözəl qoynunda bəslənir. Əla. Göyərtini də əlavə elədik. O da xüsusi ləzzət qatacaq yeməyimizə və tam da bu yerdə biraz da duz əlavə eləyək. Bunun alıram alova, burada yavaş-yavaş pişsin. Burada mən hazırladığım qapağı vardı. Bu qapağı da bağlayıram ki, bir şəkildə burada yavaş-yavaş qapağın altında pişsin. Mən də həm göyərtini hazırlayayım, həm də pomidoru hazırlayayım ki, pişib bitirəndən sonra onu əlavə eləyəcəm haşlamamıza və yavaş-yavaş pomidor salatını başlayaq. Bu qədər yarpaq tam-tamına kifayət eləyəcək. Və tər pomidordan, bu cür salxımda olan pomidordan istifadə eləyəcəm. Bunları da sadəcə olaraq ikiyə bölüb, biraz böyük-böyük əlavə eləyəcəm. Artıq yeməyimiz demək olar ki, hazır olur. Sadəcə olaraq bunları əlavə eləyib, yeməyin buharında qoyacam ki, dəmlənsin ki, pomidorlar ölməsin. Baxaq görək vəziyyət nə yerdədir, bəli. Əla. Və bu göyərtini də əlavə eləyirik. Tam bir mövsüm yeməyi oldu. Qapağını qoyuruq və çəkirik bunu kənara. Burada öz buğunda yavaş-yavaş dəmlənsin, biz də artıq keçək salatın hazırlığına. Salatın hazırlığı üçün ərzaqlar artıq yanımdadır. Belə bir çörək lazımdır mənə. Yəni bayat çörəkdən istifadə edə bilərsiniz. Əslində çox ləzzətli bir salatdır. Və tava qoyum ocağa. Tavanın altını açım. Biraz kərə yağı, biraz da zeytun yağı əlavə eləyəcəm. Ki, zeytun yağı ilə kərə yağı qarışanda çox gözəl ləzzətli olur. Kərə yağı ilə zeytun yağı burada əriyənə qədər
əlbəttə ki, nə əlavə eləmək lazımdır? Sadəcə olaraq bir diş sarımsaq ki, həm salatımıza yaraşacaq, həm də ki, çox gözəl qızarmış çörək əldə eləyəcəyik. Bunu da əlavə elədik. Tamam, alova alıram. Və çörəyimizi iri bir şəkildə, yəni bu cür iri-iri doğrayıram. Ey vətən, ey duyğu, Bu cür iri-iri parçalara çörəyi bölürük. Görürsünüz, xırda parçalar eləmirəm. Bu cür iri parçalara bölürəm çörəyi. Dostlar, hər bir şeyimiz demək olar ki, hazırdır. Yavaş-yavaş salatımızı da hazırlayaq. Məncə yavaşdan artıq süfrəmizi düzə bilərik. yadındamı ötən günlər, qəm çoxalır, ömr azabı bizimizdə, alnımızda o illərdən izlər qalır. Gələsizim keçənləri yada salaq dönə-dönə, ötən günə gün çatarmı, calasan da günü günə. Və dostlar, gəldik bugünkü verilişimizin də sonuna və önümdə düzülən ləzzətli görsənən yeməklərin dadımına. Bismillah deyib başlayıram salatdan. Salatı xüsusən də pomidorunu soydum. Yəni belə deyim də, burada pəmbə pomidor deyilən bir pomidorlar satılır Türkiyədə. Bilirsiniz ki, bu verilişi İstanbuldan çəkirik və Ağdaş pomidoruna çox bənzəyir. Yəni Ağdaşda, bəzi Azərbaycanın bölgəsində var ki, bu pomidor çox orada məşhurdur və çox da ləzzətlidir. Xüsusən də qabığını soydum ki, marinat elədiyim zaman qabığı o bütün ləzzətləri olduğu zaman içine ala bilmir. Amma qabığını soyduğumuz zaman pomidor o bütün ləzzətləri içine ala bilir və xüsusən də qızarmış çörək qoydum yanına. Yəni belə bir xüsusən mayalı çörəkdir. Xüsusən də yay mövsümündə, yəni bu salatı turşu pomidordan istifadə elədim. Soğandan istifadə elədim, turşu xiyardan istifadə elədim və marinatına xüsusən də zeytun yağı və əlbəttə ki, pomidorun və ya xiyarın əgər bir balaca şirindirsə, turşu suyundan istifadə edə bilərsiniz. Baxaq görək salatımız necə alındı. Yəni ən sevdiyim salatlardan biridir. Əlbəttə ki, soğan da vurdum buna. Biraz qırmızı soğan, biraz göyərti, keşniş, cəfəri və çörəyi də doğradığım zaman sarımsağı da kərə yağında, zeytin yağında qızartdım. Xüsusən də pomidora çox duz vurmadım. Yəni yeməyə çox duz vurmadım. Sadəcə olaraq çörəyi qızartdığım zaman bir balaca duz gəzdirdim. Və turşu suyu bilirsiniz ki, bir balaca duzludur. Yəni inanılmaz gözəl, ləzzətli bir salat alındı. Tövsiyə edirəm, hamınız evdə hazırlayın, çox asandır. Tapıla biləcək ərzaqlardan istifadə elədim, amma dəhşət bir salatdır. Ən önəmlisi, bütün ləzzətləri hiss edirsən. Çörəyin bambaşqa ləzzəti, göyərtinin, soğanın, pomidorun, o pomidor turşusunu da əlavə elədim. Onun dadı, turşu xiyar, əla və keçək bir məşhur aşpazın bir sözü var. Əgər ərzaq düzgündürsə, yəni fərqli işləmlərə ehtiyac yoxdur. Sadə işləm, səbir və gözəl yemək ortaya çıxacaq. Görürsünüz, həqiqətən düzgün ərzaq, düzgün qayda, səbir və belə bir möhtəşəm bir ləzzət ortaya çıxdı. Yəni quzu ətinin baxın necə ayrılır. Dəhşət. Daha nə olsun dostlar? Həqiqətən çox ləzzətlidir. Amma daha da ləzzətli olması üçün
yanında buz kimi Coca-Cola olmazsa olmazıdır. Doğmalarımızın ətrafında keçirdiyimiz hər an həyatımıza yepyeni duyğular gətirir. Ailə üzvlərinin süfrə arxasını toplayan dəyişilməz dadı isə illərdir Coca-Cola'dır. Coca-Cola məhsul çeşidləri hər zövqü oxşayaraq, kiçikdən böyüyədək hər kəsin sevimlisinə çevrilib. Hər zaman süfrələrimizin qonağı olub. Hər kəsin ürəyinə yol tapan bu məşhur dadla siz də özünüzü və yaxınlarınızı sevindirin. Süfrələrinizi Coca-Cola ilə bəzəyin. Çünki əsl möcüzələr Coca-Cola ilə başlayır. Və sıra gəldi çatdı bu gözəlliyə. Gördüyünüz kimi ortadakı marmelad qatı da çox gözəl alındı, tam istədiyim kimi. Əslində çox soyuducu da tutmadım. Aşağı yuxarı biraz, aşağı 1 saat tuttum ilk aşamada. Ondan sonra 1-2 saatda qaldı. Dəhşət bir gözəllik çıxdı ortaya. Yumuşaqlığa baxın. Yəni üstdəki krem də dəhşətli, çox ləzzətlidir. Tortun hər bir tərəfindən şəftəli dadı gəlir. Yəni hazırlamağı biraz uzun sürsə də sizi qorxuzmasın. Sizə tövsiyəm bunu hazırlayın. Bu reseptləri yenə də sizlər üçün hər zaman olduğu kimi sevgimi qataraq mən Ramil şef hazırladım. Ənənəvi olaraq bu və buna bənzər bir çox reseptləri görüb izləmək və öyrənmək istəsəz, o zaman elə indi buyurun keçid edin Instagram və YouTube səhifəmə və əlbəttə ki, hər həftə yeni reseptləri qaçırmaq istəmirsinizsə, kanalıma abunə olmağı da unutmayın. Tam da bu yerdə sizinlə xudahafizləşirəm. Gələn həftəyədək Uca Allah sizləri qorusun, ruzu bərəkətiniz bol olsun, gününüz ləzzətli olsun. Yadındamı öten günler, hem çoxalır hem azalır. Bizimizdə, alnımızda o illərdən izlər qalır. Gələsizim keçənləri yada salaq dönə-dönə, ötən günə gün çatar mı calasan da günü güne. Verilişin baş sponsoru Alman brendi Bosch. Verilişin sponsoru Coca-Cola.